Buradan şəhid analarından, şəhid valideynlərin əllərindən öpürəm və onlardan üzr istəyirəm ki, biz qələbə sevinclərimizi onların kədərləri üzərində qurmuşuq. Onlar mənim heç vaxt xatirələrimdən silinməyəcək. Mən həyatımın ən gənc çağların, ən gözəl çağların, ən şərəfli çağların, ən vicdanlı çağların onlarla yaşamışam, onlarla keçmişəm. Onların mənim xatirələrimdə dərin bir izi var. Həmişə də söz vermişəm, onları qəlbimdə gələcək nəsilə, nə qədər ki yaşım var, nə qədər ki yaşayıram, Allah nə qədər bizə ömür verib, gələcək nəsilə çatdıracam. Onların şücaətin, onların qəhrəmanlığın gələcək nəsilə öz qəlbimdə daşıyıb, öz ağlımla çatdırıb, onları yaşadacam. Onların xatirələri daimi mənim üçün uca olacaq, daimi